Bugün Dünya Baxışda izləyəcəksiniz. Misirlər artıq ardıcıl 7-ci gündür Təhrir meydanında Prezident Mursi əleyhinə nümayişlər təşkil edir. İran nüvə proqramının dinc mahiyyət daşıdığına dair etibarlı dəlillər nümayiş etdirmir. Dünyaya Baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Vaşinqton. Misirdə xristianlar və liberallar tərəfindən boykot olunan bölücü panel konstitusiya layihəsinə səs verməyə hazırlaşdığı bir vaxt Prezident Məhəmməd Mursi bugün xalqa müraciət etməyə planlaşdırır. Cənab Mursi, konstitusiyasının yazılıb tam hazırlanması üçün vaxtı dekabrdan fevral ayına dək uzatsa da, Şuranın sözçüsü deyib ki, əlavə vaxta ehtiyac yoxdur. Misirlər artıq ardıcıl 7-ci gündür Təhrir meydanında Prezident Mursi əleyhinə nümayişlər təşkil edərək onu diktator kimi davranmaqda ittiham edir. Daş atan nümayişçilərlə qarşıdurma zamanı polis gözyaşarıcı qazdan istifadə edib. İnsidentlər bütün gecə boyu davam edib. Prezidentin tərəfdarları şənbə günü nümayiş keçirəcəyini bildirib. Misirin başlıca məhkəmələri Prezidentin sərəncamlarını etiraz əlaməti olaraq tətil edir. Onlar Konstitusiya Məhkəməsinin cənab Mursinin özünə toxunulmazlıq hüququ verməsi barədə qərarla bağlı hökm çıxaranadək fəaliyyətlərini dayandıracaqlarına söz veriblər. Prezident qərarının dövlət institutlarını qorumaq mahiyyəti daşıdığını bildirib. Beynəlxalq Atom Enerjisi Agentliyinin bugün Viyanada idarə heyətinin üzvləri ilə görüşən rəhbəri Yukiya Amano deyib ki, İran nüvə proqramının dinc mahiyyət daşıdığına dair etibarlı dəlillər nümayiş etdirmir. O, İranın Pərçin nüvə obyektində görülən işlərdən narahatlığını dilə gətirib. Yukiya Amanov məsələnin diplomatik yolla təcili şəkildə araşdırılmasına çağırıb. Beynəlxalq Atom Enerjisi Agentliyi bu obyektdən nüvə silahlarının inkişafı məqsədi ilə istifadə edildiyindən şübhələnir. İran beynəlxalq müfəttişlərin obyektin fəaliyyətini yoxlanmasına yol vermir. Agentlik gələn ay Tehranda İranla müzakirələri bərpa etməyi planlaşdırır. İran beynəlxalq ictimaiyyətin tələblərinə cavab vermədiyi üçün 4 dəfə BMT-nin sanksiyalarına məruz qalıb. Dünyaya Baxış web xəbər bülletenini izləyirsiniz. Partlayış 100-dən artıq insanın yaralanmasına səbəb olub. Hadisələr Hillal və Kərbala şəhərlərində baş verib. İraqın bu iki şəhəri şiə müsəlmanların dini məbədlərinin yerləşdiyi şəhərdir. Burada şiələr sünni ekstremistlər tərəfindən tez-tez hədəf alınır. İraqın digər bölgələrində kamikazə hücumu nəticəsində 3 adam həlak olub. Hücumlar Fəllucə və Mosulda həyata keçirilib. Bundan 2 gün əvvəl Bağdadda həyata keçirilən hücum zamanı 12 nəfər həlak olmuşdu. Prokurorlar 1990-cı illərin sonlarında Kosovo müharibəsi zamanı bu adamların silahlı dəstə yaradaraq 16 mülki vətəndaşı oğurlamasını, onlara işgəncə verməsini və 8 nəfərə qətlə yetirməsini iddia edirdi. Cənab Haradinac Kosovo Azadlıq Ordusunun keçmiş komandiri olub. Prokurorların iddia etdiyi bu qrup serbləri, qaraçıları və onlara qarşı olan digər mülki vətəndaşları Kosovanın qərbindən kənarlaşdıraraq nəzarəti ələ keçirmək istəyirdilər. Cümə axşamı baş ofisi Haqada yerləşən məhkəmə Ramush Haradinac, İdric Balac və Lahi İbrahimacın üzərindən bütün ittihamları götürərək onların dərhal azad edilməsi barədə hökm çıxarıb. Hökm çıxarılan zaman məhkəmə zalına alqış səsləri bürüyüb. Məhkəmə qərarı Kosovoda siyasətə qayıtmaq üçün Ramush Haradinacın yolunu açır. O, 2005-ci ildə Kosovoda 100 gün baş nazir vəzifəsində çalışdıqdan sonra vəzifəsindən kənarlaşdırılmışdı. Cənab Haradinac, Kosovadakı etnik albanların çoxu tərəfindən milli qəhrəman kimi qəbul olunur. Bugün Dünyaya Baxışda sizə çatdıracaqlarımız bu qədər. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Emil Quliyev sizinlə xudafisləşirəm. Siz Amerikanın Səsini həmişə olduğu kimi 3w.amerikanınsəsi.org-da izləməyə davam edin. Sabah eyni ünvanda görüşənədək.